Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmri ilə Zəka Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədri təyin edilib. 47 yaşlı Zəka Mirzəyev bu təyinatadək fond sədrinin müavini vəzifəsini tutub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq Fakültəsinin Beynəlxalq Hüquq İxtisası üzrə bakalavr, magistr və aspirantura pillələrini bitirən Zəka Mirzəyev 2000-ci ildən özəl sektorda çalışıb. 2005-ci ildə Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub. 2009-cu ildən həmin nazirliyin maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdürü, 2016-cı ildən müdir müavini vəzifəsində çalışıb. 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun hərbi və xüsusi rütbəli şəxslərlə iş idarəsinin, 2019-cu ildə xüsusi şərtlərlə təyinat idarəsinin rəisi vəzifəsinə təyin olunub. 2020-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədr müavini vəzifəsini icra edib. 20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir. Qeyd edək ki, Himalay Məmüşov dünən prezidentin sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən azad edilərək Maliyyə Nazirinin müavini təyin edilib.